رسول الله وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Öz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki Rabbimiz öz kitabında biz sizden evvelki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Davam edirik Mədinənin fəziləti, onu ziyarət etməyin ədəbləri, haqqı olan mövzunun və bugün Mədinədə ziyarət ediləcək digər yerlərə toxunacaq. Necə ziyarət edilməli, hansı ədəblə və keçən dərsdə toxunduğu Mədinə sakinlərinin bəzi ədəblərini, hansı ədəblərə riayət etməlidirlər. Necə ki Mədinədə sakin olan, Mədinədə qalan müəyyən ədəblər var, ona riayət etməlidir. Eləcə də Mədinəni ziyarət edən üçün ədəblər var, ona riayət etməlidir. Ən başlıca elə Mədinədə sakin olduğunda Mədinə sakinlərinə aid olan ədəblər ona da aiddir, umumən. Və bilmək lazımdır ki, Mədinəyə gələn zəvvar və ya Mədinəni ziyarət etmək istəyən insan qəsdi, necə ki keçən dərsdə bildiniz, qəsdi düzgün olmalıdır ziyarətində. Və qəsdi nə olmalıdır? Ən birinci Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində namaz qılmaq. Çünki ziyarət səbəbi şəriətə müvafiq olmalıdır. Ona görə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin 3 məsciddən başqa heç bir məscidə ziyarət üçün səfərə çıxılmaz. Onlardan biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin məscididir. Və hədis dəlil edir ki, insan bu 3 məsciddən savayı başqa heç bir məscidə Allaha yaxınlaşmaq niyyəti ilə o yerə səfərə çıxması icazəli deyil. O yerləri, yəni bu 3 məsciddən qeyri yerləri ziyarət məqsədi ilə səfər etməsi icazəli deyil. Və Əbu Hurayra radiyallahu anhın hədisi buna dəlilət edir, açıq aydın. Deyir ki, Əbu Hurayra radiyallahu anhın Laqitu Basrata ibn Əbi Basrata el-Ğifari radiyallahu anhın. Deyir ki, Basra ibn Əbi Basra el-Ğifari radiyallahu anhın ilə qarşılaşdım. Dedi ki, minə inəcək. Deyir ki, hardan gəlirsən? Yəni Əbu Hurayra'ya deyir ki, hardan gəlirsən? Qultu minət tur. Dedim ki, Turdan. Yəni Tur dağına gedim. Tura ziyarətə gedim. Qalə ləv ləqituk min qablən tə'tihi ləm tə'tihi. Əgər bundan qabaq sənlə qarşılaşsaydım və ya ora getməzdən qabaq sənlə qarşılaşsaydım, getməzdim. Qultu ləhu və limə. Dedim ona ki, niyə? Dedi ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lə tu'məlul mati illə ilə thələth məsəcid. Deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləmdən ki, azüqə yalnız 3 məscid üçün yığılır. Yəni, insan özü ilə azüqə səfərə çıxmaq üçün azüqə yığılır. Yəni, azüqə hazırlanır yalnız 3 məscidə çıxmaq üçün. Əl-Məscidül Haram və məscidi və məscidu Beytil Məqdis. Deyir ki, Məscidül Harama və Məscidül Haram üçün, məscidim üçün və Beytül Məqdis üçün. Yəni, Qüdsdəki məscid üçün və Qüds evindəki məscid üçün. Və hədis də səhihdir. Basra ibn Əbi Basra el-Ğifari radiyallahu anhu işarə edir bu hədisi rəvayət etməklə ki, bu 3 məsciddən savayı digər yerlərə ziyarət məqsədi ilə çıxılmır. Amma Mədinəyə gələn, qaldı ki, Mədinəyə gələn, o mübarək şəhərə gələn, ona icazəlidir, necə ki, keçən dəstədə dedik, ziyarət etsin ilk növbədə 2 məscidi. Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidini və Quba məscidini nə qəsdi ilə, orada namaz qılmaq qəsdi ilə və hər birinin fəzilətinə toxundu. Yəni
Yəni Peyğəmbər s.ə.v məscidi haqqında danışdıq, fəziləti haqqında, orada qılınan namazın fəzilətinə toxunduq. Eləcə də Quba məscidinin İslamda rolu və fəziləti haqqında danışdıq və orada qılınan namazın savabına da toxunduq. Və sonra ziyarət edilməsi icazəli olan Mədinəyə gələn üçün qalır 3 yer. Daha dəqiq desək, 3 qəbristanlıq. 2 məscid, 3 qəbristanlıq. O 3 qəbristanlıqdan biri, hansı ki qəbirlərdən biri, hansı ki ziyarət etməsi icazəlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbri və 2 səhabəsinin qəbri. Yəni Əbu Bəkrin və Ömərin radiyallahu anhuna hər ikisinin qəbrini ziyarət edə bilər. Eləcə də Bəqi qəbristanlığını ziyarət edə bilər. Və həmçinin Uhud şəhidlərinin qəbirlərini ziyarət edə bilər. Bu sünnədə gələn, Mədinəyə gələnin ziyarət etməsi icazəli olan yerlər. Yəni 5 yer, 2 məscid, 3 qəbir. Amma qaldı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbri və 2 səhabəsinin qəbri necə ziyarət edilir, ona toxunacaq. Və gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrini ziyarət etmək üçün görəcəksiniz, evinin yanına gələcək. Və fikir versək, görəcəksiniz, otaqlar var. Bəzi zəvvarlar elə zəngin edir ki, birinci otaq Peyğəmbərin qəbridir, ikinci otaq Əbu Bakırın, üçüncü otaq Ömərin qəbridir. Elə deyil. Hər 3 qəbir bir otaqdadır, ortadakı otaqdadır. Və gəlir o otağın qabağına. İlk qəbir Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbridir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin və 2 sahabəsinin qəbrini ziyarət etməyə gəlincə, şəriətin icazə verdiyi şəkildə ziyarət etməlidir. Ne üçün deyirəm şəriətin icazə verdiyi şəkildə? Çünki şəriətin qadağan etdiyi ziyarət də var. Yəni qəbirlərin ümumən ziyarəti 2 növdür. İcazə verilən və qadağan edilən. Və icazə verilən nə üçündür? Ahirəti yada salmaq üçün və həmçinin qəbir sahibi üçün dua etmək üçün. Yəni onun üçün Allahdan bağışlanma diləmək üçün. Amma qadağan edilən və ya bidət olunan, istərsən belə deyil, ziyarət isə ona da toxunacaq, hansı ki o ziyarəti şəriət qadağan edib. Onun necəliyinə də vurulacaq. Qaldı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin ziyarəti, hansı ki dinimiz izin verib ona, o Peyğəmbər sallallahu aleyhi və səlləmə salam vermək üçündür və həmçinin 2 sahabəsinə salam vermək üçündür. Eləcə də onlar üçün dua etməkdir və həmçinin bağışlanma diləməkdir Allahdan onlar üçün. Və başlayacaq ilk Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Yaxınlaşdıqda salam verdik. Səsi yüksəltmədən, ədəblə deyirik ki, Əssəlamu aleykə ya Rasulallah və rəhmətullahi və bərəkət. Salam olsun sənə, ey Allahın elçisi və rəhməti və bərəkəti üzərinə olsun. Sonra salavat deyirik, sallallahu və səlləm və bərəkə aleyh. Yəni, salavatın hər hansıqlıqda olmasını demək icazəlidir və bəzi alimlər deyirlər ki, deyə bilərsən ki, cəzə və cəzəkə, yəni Allah qala, və cəzəkə afdalı mə cəzə nəbiyin ən ümməti. Allah qala sənə hansı Peyğəmbərə, yəni ümmətinə görə verdiyi mükafatdan ən əzəmətlisini sənə versin. Yəni bunu da deyə bilir. Sonra keçib Əbu Bakır radiyallahu anhuya salam verir, dua edir onun üçün. Deyir ki, Əssəlamu aleykə ya Əbu Bakır. Dua edə bilər, bağışlanma diləyə bilər, rəhmət diləyə bilər Allahdan olsun. Sonra Ömər radiyallahu anhuya salam verir, eyni ilə onun üçün də dua edir. Və bir məqama diqqət etmək lazımdır ki, bu 2 səhabə, bu 2 kişi hansı ki, İslamda onların yeri, rolu əzəmətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin 2 raşidi xəlifəsi Allahdan onlar üçün lütf olaraq ayrıca fəzilət gəlir. Bəs edir ki, sağlıqlarında cənnəti qazananlardandılar.
Əbu Bakr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmə Peyğəmbərlik verdiyində, elçi kimi göndərəndə, haqq ilə, hidayət ilə göndərəndə ilk İslamı qəbul edən kişilərdən ilk İslamı qəbul edən Əbu Bakr radiyallahu anhudur. Qadınlardan Xədicə radiyallahu anhə, uşaqlardan Əli ibn Əbi Talib radiyallahu anhu. Və Əbu Bakr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm İslamı təbliğ etməyə başlayan andan onu ilə bərabər olur. Və qalıb Məkkədə 13 il. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə hicrət etməyə izin verildikdə, Mədinəyə gəlməyə izin verildikdə onun yol yoldaşı olur. Onun haqqında Allah Teala ayə nazil edib. Ayrıca bir ayə hansı ki qiyamətə qədər oxunur. İllə tansuruhu fəqat nasarahullah. Siz ona kömək etməsəz də Allah artıq ona kömək edib. İzə xrəcəhullezîne kəfəru thaniyyətneyn idhumə fil ğar. Kafir, yəni qövmü onları çıxardığında, yəni o ikisini çıxardığında, o ikisi mağarada olduqda biri digərinə İz yəqulu li sahibihi, biri digərinə, yəni yoldaşına dedi ki, Lə təhzən, innallaha ma'ana. Qəm yemə, həqiqətən Allah bizimlədir. Fəəncəlallahu səkinətəhu aleyh və əyyədəhu bicnudin ləm tərəvhə və cəalə kəlimətullədinə kəfəru suflə və kəlimətullahi yəl-ulyə və Allahu azizun hakim. Sonra deyir ki, Allah Teala öz rahatlığını ona nazil etdi və ona sizin görmədiyiniz qoşunlarla və ya ordularla kömək etdi və kafirlərin sözünü alçaltdı. Yüksələn isə yalnız Allahın kəlməsidir. Allah qüvvətlidir, hikmətlidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmlə Mədinədə yaşayıb 10 il və bütün döyüşlərdə iştirak edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə xəlifə təyin edilib və vəzifəsinin öhdəsindən xeyir də gəlib lazımınca. Hətta Allah Teala onun canını alana qədər, yəni vəfat edənə qədər Raşidi xəlifə olub və dəfn edilib Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında. Və qiyamət günü də qalxacaq dəfn edildiyi yerdən və Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər cənnətdə olacaq. Bu da Allah Teala'nın lütfüd istədiyinə verir bəndələrini. Amma Ömər ibn Xattab radiyallahu anh onun İslamı qəbul etməsi gecikib. Yəni İslamda ondan qabaq İslamı qəbul edənlərə baxsaq, görərik ki, ondan qabaq 40 nəfər İslamı qəbul etmişdir. Və əvvəldə İslama qarşı sərt olub, ədavət aparıb. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin duası ilə iki Ömərdən birinin hidayətini istədiyi üçün Allah Teala müvəffəq edib onu İslamı qəbul edib. Və İslamı qəbul edəndən sonra o sərtlik kafirlərə qarşı çevrilib və İslam üçün böyük işlər görür və İslam izzətlənib. Necə ki, Abdullah ibn Məsud şahidlik edir. Buna deyir ki, məzillə əizzəmuzu əsləmə Ömər. Biz izzətli olmağa davam edirik Ömər İslamı qəbul edəndən ta günümüzə kimi. Yəni, nə vaxt ki, Ömər İslamı qəbul etdi, o gündən bu günə kimi izzətliyik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmlə yoldaşlıq edib. Məkkə dövründə də, sonra hicrət edəndən sonra da Mədinədə də bütün döyüşlərdə iştirak edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra Əbu Bakr xəlifə təyin ediləndən sonra onun sağ əli olub. Sonra Əbu Bakrdan sonra xəlifə olub. Və xəlifəlik müddəti 10 ildən artıqdır. Və zamanında çoxlu fəthlər olub. İslam torpaqları genişlənib. Əzəmətli iki böyük imperiyanın süqutu onun əli ilə olub. Bizans və Rum imperatorluğuna. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi və Kisra'nın, Qeysərin xəzinələri gətirilib Mədinəyə və sərf edilib Allah yolunda. Necə ki, sallallahu aleyhi və səlləm xəbər vermişdi, onu necə toxunduq keçən dərsdə. Hətta səhabələrdən birinə bildirmişdi ki, Kisra'nın, Qeysarın tacı onun başına qoyulacaq və Ömər radiyallahu anhu o tacı o səhabənin başına qoyur. Hamısı Faruqun Ömər radiyallahu anhunun xilafəti dövründə baş verir və vəfat etdiyində də dəfn edilib Peyğəmbər sallallahu aleyhi və səlləmin və Əbu Bakrin yanında. Ayşə radiyallahu anhədən 2 dəfə
izin aldıktan sonra dəfn edilib iki yoldaşının, sirdaşının yanında ve kıyamet günü de oradan qalxacaq ve cənnətdə də onlarla beraber olacaq. Bu da Allah Taala'nın lütfüdür, istədiyinə verir. Ona görə fikir versək, bu iki əzəmətli kişi və onların fəziləti ona kin saxlayanlar olur. Onlara həsəd edənlər olur, hansılar ki, onları söyməklə, onları tən etməklə özlərini ən rəzil hala salıblar. Ona görə İbn Kəsir rahimehullah Allah Taala'nın bu ayəsini təfsir edəndə in tectenibu kəbaira ma tunhavna anhu nukaffir ankum seyyiatikum və nudkhilukum mudkhalan kerima. Əgər böyük günahlardan çəkinsəz, yəni sizə qadağan edilən böyük günahlardan çəkinsəz, sizin günahlarınızı bağışlayarıq, sizi çox hörmətli bir yerə, yəni cənnətə daxil edərik. Bu ayənin təfsirində Əbu Hətimlə nəql edir. O da İbn-i Muğira, İbn-i Müqsəmlə deyir ki, əvvəllər deyirdilər, kimlər? Yəni sələflər deyirdilər ki, Əbu Bəkri, Öməri söymək böyük günahlardandır. Əbu Bəkri, Öməri söymək böyük günahlardandır. Sonra deyir ki, İbn Kəsir, deyirəm ki, bəzi alimlər, bir dəstə alimlər bu rəylədilər ki, kim səhabələri sövsə kafirdir. Və nəql edib Məlik İbn Ənəsdən, rahiməhullahdan, o da Muhammed İbn Seyyidindən deyir ki, zənn etmirəm ki, Əbu Bəkr Ömərə nifrət edən Peyğəmbəri sevə bilər. Amma qaldı ki, qadağan olunmuş ziyarət qəbirlərlə bağlı və ya bidət olan ziyarət qəbirlərlə bağlı. Ən birincisi, Peyğəmbərdən nəsə istəmək, dua edib nəsə istəmək və ya kömək istəmək, ehtiyacların ödənilməsini istəmək, çətinliklərin aradan qaldırılmasını istəmək. Bu kimi tələblər hansı ki, yalnız Allahdan olmalıdır, bu cür etmək qadağandır. Bu cür dua etmək qadağandır. Niyə? Çünki dua ibadətdir. Və ibadət də yalnız Allah üçündür. Ona görə sallallahu aleyhi və səlləm deyir ki, dua huvəl ibadət. Dua o ibadətdir. Yəni dua ibadətdir və ibadət Allahın haqqıdır. Onu Allahdan qeyrisinə sərf etmək olmaz. Allahdan qeyrinə varsa heç kimə yönətmək olmaz. Çünki bu Allah Taala'ya qarşı nədir? Şirkdir. Ona görə ümid, qorxu yalnız Allahadır. Peyğəmbərə dua edin, ondan nəsə istəmək, ondan nəsə tələb etmək. Ümumən, qəbr əhlindən nəsə istəmək, dua etmək, ondan istəmək dinimizdə qadağan olunan bir əməldir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir ki, bəzi hədislərdə sağdır qəbrində, bərzaq həyatında olduğu kimi və onun bərzaq həyatında sağ olması şəhidlərin sağ olmasından daha kamildir. Lakin keyfiyyəti Allah bilir. Keyfiyyəti necədir, necə sağ olduğu Allah bilir. Ona görə də onun qəbirdə həyatda olmağı, qəbirdən qabaqki həyatından fərqlənir. Eləcə də qiyamət günü diriləndən sonraki həyatından fərqlənir. Bu səbəbdən də Peyğəmbər sallallahu aleyhi və səlləmə dua edib ondan kömək istəmək, ondan sıxıntıların aradan qaldırılmasını istəmək, ehtiyacların çözülməsini, aradan qaldırılmasını istəmək icazəli deyil, əksinə şəriətin qadağan etdiyidir. Dedik çünki niyə? Dua ibadətdir, ibadət də yalnız Allah olur. İkinci, həmçinin qadağan olunan qəbr ziyarətlərində edilməli olan bəzi insanların namazda olduğu kimi qəbrin önündə əllərini sinələrinə qoyub və ya bağlayıb dayanmalarıdır. Bu hal ancaq Allah Taala'nın qarşısında icazədir. Ona görə namazda əmr olunub ki, elə dayanaq. İnsanı Rəbbinin qarşısında zəlil göstərən bir haldır. Ona görə də Allahdan qeyrisinin qabağında elə dayanılmır. Çünki səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatda olduğu dövrdə onun qabağında heç elə dayanmayıblar. Nəinki öləndən sonra qəbrinin qabağında elə dayanmaq. Əgər xeyr olsaydı onda bizi qabaqlayardılar onu. Həmçinin qadağan olması qəbr ziyarətləri edəndə qadağan olunan əməllərdən daşlara, divarlara, qapılara əl sürtmək və ya qəbrin ətrafında olan nə varsa çərçivələrə əl sürtmək və ya məscidin hər hansı bir divarına əl sürtmək bu qadağadır. Çünki sünnədə belə bir şey gəlməyib.
və sələflərdən, salih sələflərdən heç biri bunu etməyib. Əksinə deyirlər ki, bu vəsilədir şirkə. Ona görə görsən ki, kimsə belə edir və iddia edir ki, bunu Peyğəmbərə məhəbbətdən edir, ona deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisi, məhəbbəti qəlbdə olmalıdır ilk növbədə. Müsəlmanın qəlbində olmalıdır və o sevgi, o məhəbbət əzəmətli olmalıdır hər bir məhəbbətdən. İnsanın valideynindən, atasından, anasından, insanların hamısının sevgisindən üstün olmalıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm imanı buna bağlayır. Lə yu'minu əhədikum həttə əkun əhəbbu ileyhi min validihi və validihi və nəsi əcməin. Sizdən biriniz iman etmiş olmazsınız ta ki mən ona valideynindən, yəni atasından, anasından, övladından və insanların hamısından sevimli olmayacaq. Əksinə, o məhəbbət hansı ki qəlbdədir Peyğəmbərə sallallahu aleyhi və səlləmə qarşı, o qəlbdə olan məhəbbət insanın özünə olan, nəfsinə olan məhəbbətdən də əzəmətli olmalıdır. Ona görə gəlib Ömər radiyallahu anhından Səhih Buxaridə, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edir ki, onun Peyğəmbərə olan sevgisi, öz nəfsinə olan sevgisindən də daha əzəmətli olmalıdır. Məhəbbət, özünə olan məhəbbətindən də daha əzəmətli olmalıdır. Ona görə Ömər radiyallahu anhu, yəni ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu hər şeydən çox sevirdi, yalnız öz nəfsindən başqa. Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edib ona ki, onun məhəbbəti, yəni Peyğəmbərə qarşı olan məhəbbəti öz nəfsindən də əzəmətli olmalıdır ki, iman etmiş sayılsın. Ne üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bizə fayda verən əzəmətli bir neyməti gətirib və əzəmətli bir neymətlə gəlib. Hansı ki, o neymət bizə çatdığına görə xoşbəxtlik, nicat içərisində, o da İslam neymətidir. Hidayət neymətidir, hansı ki, bəndəyə bu dünyada bu neymətdən əzəmətli bir şey verilməyib. Bu neymətdən üstün bir şey verilməyib. Lakin bilmək lazımdır ki, Peyğəmbərin sevgisinin əlamətləri var. Və bu əlamətlər heç də divarlara, cansız daşlara, hansısa şəbəkələrə əl sürtmək deyil. Bu məhəbbətin əlaməti Peyğəmbərə tabiçilikdir, onun sünnətinə əməl etməkdir, İslam dininə əməl etməkdir. Ona görə fikir versə, İslam dini iki əzəmətli məsələ üzərində qurulub. İki əzəmətli məsələ hansıdır? Ən birincisi, Allahdan qeyrisinə ibadət edilməməlidir. İbadət yalnız Allah olmalıdır. İstəsən də ixlas. İkincisi də, Allaha yalnız Peyğəmbərin gətirdiyinə ibadət olunmalıdır. Peyğəmbərin gətirdiyi şəriətlə ibadət olunmalıdır. Budur şəhadətin mənası, budur La ilahe illallahın, Muhammed Rasulullahın mənası, hansı ki şəhadət edirik hər birimiz. Və həmçinin bəzi alimlər Peyğəmbərin sevgisinin əlamətini haqda danışanda Allah Taala'nın bu ayəsini gətirirlər. Hansı ki o ayəni onlar imtihan ayəsi adlandırırlar. Yəni insan əgər iddia edirsə ki Allah'ı sevir, o bu ayı ilə imtihan olur. Bir ki Rabbimiz Kul in kuntum tuhibbunallaha fettebi'uni yuhibbukumullah və yagfir lekum zunubakum vallahu gafurur rahim. De, əgər Allah'ı sevirsinizsə mənə tabe olun. Mənə tabi olun ki, Allah da sizi sevsin, günahlarınızı bağışlasın, Allah bağışlayan və rəhimlidir. Həsən-ül Basri, rahiməhullah və digər sələflər deyirlər ki, kim iddia edirsə, Allah'ı sevir, onu Allah Teala bu ayı ilə imtihan edir. Allah Teala onu bu ayı ilə imtihan edir, yəni imtihana çəkir. Sözünün mənası nədir imtihana çəkir? Yəni sınağa çəkir. Sadiqdir sözündə, yoxsa ki, yalancıdır. Kim Allah'ın və ya elçisinin məhəbbətini iddia edirsə, o zaman dəlil gətirsin iddiasına. Və dəlili də nədir? Tabiçilik. Allah'a tabiçilikdir, Peyğəmbərinə tabiçilikdir. Ona görə İbn Kəsir rahimehullah deyir ki, bu ayə hakimdir. O kəslərə ki, Muhammedin yolunda olmadan onun sevgisini iddia edir. Hakim də o kəslərə ki, yalancıdırlar öz nəfslərində, Muhammedin şəriətinə müxalif əməl edirlər, sözlərində, əməllərində, sonra iddia edirlər. Bu ayı hakimdir olaraq. Çünki sallallahu aleyhi və səlləm nə deyir? Mən amilə əmələn, leysə aleyhi əmruna fəhvələ. Kim bizim
əməlimizi, yəni bizim etdiyimiz əməlimizə uyğun olmayan bir əməl edərsə, o rədd olunur. Ona görə, qul in kuntum tuhibbunallah, de ki, siz Allah'ı sevirsinizsə, mənə tabi olun, Allah da sizi sevsin. Nə deməkdir bu? Yəni, mənə tabi olsaz, sizə ümid etdiyinizdən, arzuladığınızdan daha çoxu hasil olar. Allah sevməyi iddia edirsiniz, tabi olun ki, daha çoxu sizin üçün hasil olsun. Nədir o daha çoxu? Allah sizi sevsin. Allah sizi sevsin. Ona görə bəzi alimlər, hikmət sahibləri deyirlər ki, leysə şənu ən tuhəb, innəmə şənu ən tuhib, innəmə şənu ən tuhəb. Məsələ o deyil ki, sən sevirsən. Məsələ odur ki, səni sevsinlər. Yəni, məsələ o deyil ki, sən Allah'ı sevirsən. Əsas odur ki, Allah səni sevsin. Sonra Həsən Ülbasını və qeyri sələflərinin sözlərini nəql edir. Və İmam Nəvavi rahimehullah öz məcmusunda, Şərh-ül Muhəzzəbdə deyir ki, rahimehullah, divarları silmək, əl sürtmək və ya qəbrə əl sürtmək əksər avamların etdiyi müxalif bir əməldir. Çünki həqiqi təbiəçilik, Peyğəmbər sallallahu aleyhi və səlləmə həqiqi təbiəçilik hədislərləndir, alimlərin sözləri iləndir. Ona görə də avamların etdikləri yeniliklərə, öyrətlərə baxılmaz. Onların etdikləri və qeyrilərin etdikləri cahilliklərə fikir verilməz. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən əhdəsə bidinə hədə mə leysə minhu fəhuvarat. Kim bizim dinimizə ondan olmayan bir şey əlavə edərsə, o rədd olunar. Və gəlib həmçinin Müslimin rəvayətində mən əmilə əmələn leysə aleyhi əmrə fəhuvarat. Kim bizim əməlimizə uyğun olmayan bir əməli edərsə, rədd olunar. Və Əbu Hurayra radiyallahu anhudan nəql olub ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, lə təcə'lu qabr idə, mənim qəbrimi bayrama çevirməyin. İd sözü ərəb dilində təkrarlanan bir sözdür. Bayram hər il təkrarlandığı üçün ona id deyilir ərəb dilində. Yəni, demək istəyir ki, sallallahu aleyhi və səlləm mənim qəbrimi tez-tez ziyarət edilən yerə çevirməyin. فَاِنَّ صَلَاتَكُمْ تَبْلِغُنِ حَيْثُ كُنْتُمْ. Harası olursunuz olun, sizin salavatınız mənə çatır. Yəni, harada olurmağınızdan asıl olmayaraq, salavat desəz, ona çatır. Və Fudayl ibn İyad rahimehullah deyir ki, İttəbi' turuqul huda və lə yadurukə qillətəs səlikin. Sən hidayət yolunda ol, o yolda addımlayanların azlığı sənə zərər verə bilməz. Və iyyəkə turuqud dalal. Diqqət et, zəlalətdə olanların yolunda olma. Və lə təxtar bi kəfətis səlikin. O yolu çox gedənlərə də aldanma. Ona görə də açıq aydın təhlükələrdən bilinədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriyyətinə müxalif olub, zənn etmək ki, bərəkət harasa əl sürtməklə gəlir. Elə bilmək ki, bərəkət harasa toxunmaqla gəlir. Əslində bu cəhalətdir, qafillikdir. Həqiqi bərəkət nədir? İnsan həqiqi bərəkəti hardan əldə edir? Şəriyyətə müvafiq əməl edirsə, şəriyyətə müvafiq bir əməl edirsə, ona görə fəzilət istəyirsə, şəriyyətə müxalif olmamalıdır. Həmçinin qadağan olması qəbr ziyarətlərindən, qəbrin ətrafında dövrə vurmaq, tavaf etmək, necə ki, Kəbəni tavaf etmək. Bəzi cahillərin etdiyi kimi. Ona görə də qadağadır. Çünki tavaf olunan yer yalnız Kəbədir. وَلْيَتَّفُهُ بِالْبَيْتِ الْعَتِيقِ. Allah təala deyir ki, onlar qədim evi tavaf etsinlər. Ona görə də Kəbədən başqa heç bir yer tavaf olunmaz. Kəbədən başqa heç bir yer tavaf olunmaz. Həmçinin qadağan olunması qəbr ziyarəti, xüsusən də Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrini ziyarət edəndə insan Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin yanında səsini yüksəltməməlidir. Hələ sağlığında Allah təala bunu möminlərə qadağan eləmişdir. Səslərini Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında qaldırmağı Allah təala möminlərə qadağan edir. Ya eyyuhellezine amenu la tarfa'u asvatakum fawqa sawtin nabi. Ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsinin yanında yüksəltməyin. Və la təcəru lehu bil qawli kal cehri ba'dukum li ba'd. Və onun bir-birinizə xitab müraciət etdikdə səsinizi qaldırdığınız kimi onun üzərinə, yəni səsinizi qaldırmayın. Niyə? Ən təhbita amalukum
Antum la təşurun. Siz hiss etmədən əməlləriniz batil olar. Siz hiss etmədən əməlləriniz batil olar. Həmçinin qəbir ziyarətlərində qadağan olunan əməllərindən qəbirdən, yəni Peyğəmbərin qəbrindən uzaq bir yerdən, istər məscidin xaricindən və ya istər məscidin daxilindən qəbrə tərəf çevrilib salam vermək. Yəni qəbrin qabağına yaxınlaşmadan qəbrə tərəf çevrilib salam vermək. O görə alimlər deyirlər ki, bu əməl əslində Peyğəmbərə qarşı edilən yaxınlıqdan çox, daha çox ondan küçüllüyə dəvət edir. Yəni, sanki sən uzaqlaşırsan ondan. Yəni, sən ona yaxınlıq yox, əksinə onun ilə aranda məsafə sal. Heç də bu dostluq və ya saflıq əlaməti deyil. Necə gəlib şəriətdə? Qəbrin yanına keçib salam vermək. Necə ki, səhabələr edirdi. Xüsusən Abdullah İbn Ömərin Peyğəmbər s.ə.v-in hər səfərdən gələndə qəbrinə gəlib salam verməsi kimi. Amma uzaqdan salam verilmir. Və uzaqdan insan əgər gələ bilmirsə qəbrin yanına nə edir? Salavat deyir. Salavat deyir. Amma uzaqdan dayanıb və ya əli sinəyə qoyub salam vermək sünnədə bu gəlməyib. Eləcə də həmçinin Mədinəyə gələn bəzi zəvvarların etdiyi və şəriətdə olmayan əməllərdən biri də həccə çıxan və ömrəyə çıxan zəvvarlara deyirlər ki, bizdən və ailəmizdən Peyğəmbərə salam çatdır. Bizdən və ailəmizdən Peyğəmbərə salam çatdır. Heç bir səhabə bu cür tövsiyə etməyib öz səhabə yoldaşlarına və ya öz yaxınlarına. Əgər gəlibsə, özləri salam veriblər və əgər gələ bilməyibsə və əgər insan da gedə bilmirsə, Mədinəyə çata bilmirsə, ehtiyac yoxdur kimlənsə salam göndərsin. Bəs edir ki, Peyğəmbərə salavat desə, onun dediyi salavat Peyğəmbərə çatdırılır. Deyir ki, sallallahu aleyhi və səlləm, İnnə lillahi mələikətun səyyəhin. Allahın səyyar mələkləri var, yəni səyahət edəni. Yübəlliğuni ən ümmətiyəs-səlam. Ümmətimdən salamı mənə çatdırırlar. Necə də ümmətindən salam olsadır? Deyəndə ki, Allahümmə salli alə Muhammed və alə Muhammed, mələklər onu Peyğəmbər sallallahu aleyhi və səlləmə çatdırırlar. Və gəlib ki, başqa bir rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm eyni ilə vurğuluyur, deyir ki, Lə təcəlu buyutəkin qulur, evlərinizi qəbristanlığa çevirməyin. Və lə təttəxidu qabri yəminlə və qəbrimi də tez-tez ziyarət olunan yerə çevirməyin. Və sallu aleyhi, mənə salavat deyin və innə salatukum təbliğuni hitukum. Arada olursunuz, sizin salavatınız mənə gəlib çatır. Ona görə də gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə salamlaşmışsansa, vermişsənsə bir səfərdə bu kifayət edir. Ehtiyac yoxdur, eyni səfərdə dəfələrlə salam verməyə. Əgər istəsən salavat deyə bilərsən və ya salavatı artıra biləsən. Həmçinin bir şey bilmək lazımdır ki, həcc edən, ümrə edən bu iki ziyarət, hansı ki insan gəlib bu müqəddəs şəhərlərdə yerinə yetirməyə, bilməlidir ki, Mədinə ziyarəti ilə həcc ümrə ziyarəti arasında bağlılıq yoxdur. Yəni, hər biri ayrı-ayrı ibadətlərdir, hər biri ayrı-ayrı ziyarətlərdir. İnsan gəldikdə həccə və ya ümrəyə, istəsə Mədinədən səfər edib qayıda bilər. İstəsə hər iki ziyarəti cəm edə bilirsə, bu onun üçün daha yaxşı. Əgər bir səfərdə bu ziyarətləri cəm edə bilirsə, bu onun üçün daha yaxşı. Amma o hədislər ki, hansı ki gəlib bəzi rəvayətlərlə və insanların dilində dolaşır ki, kim Peyğəmbər sallallahu aleyhi və səlləmə nəql edirlər ki, kim həcc etsə, məni ziyarət etməsə, məndən küsmüş kimidir və ya məni qırmış kimidir və həmçinin gəlib ki, bəzi rəvayətlərdə kim məni ziyarət etsə və ya atam İbrahimi ziyarət etsə bir ildə zaminəm onun üçün Allah Teala onu cənnətə daxil edəcək və ya kim mənim qəbrimi ziyarət etsə onun şəfayətin vacib olacaq. Bu kimi rəvayətlərin sübutu yoxdur. Bəziləri qondarmadır, bəziləri çox zəifdir. Necə ki, İmam Darqutni, necə də Uqayli və Beyhəqi və həmçinin İbn Teymiyyə və İbn Həcər rahiməhumullah bəyan ediblər. Amma o ayə ki, hansı ki, bəziləri dəlil gətirir ki,
bu ayəyə görə Peyğəmbər s.ə.v-in qəbrinə yaxınlaşıb oradan kömək istəmək olar, ehtiyacların aradan qaldırılmasını istəmək olar, bağışlanma istəmək olar Allahdan. وَلَوْ أَنَّهُمْ يَظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Əgər onlar öz nəfslərinə zülm etsələr, sonra sənə gəlsələr, Allahdan bağışlanma diləsələr və Allahın elçisi də onlar üçün bağışlanma diləsələr, Allahı bağışlayan rəhəmli taparlar. Bu ayə onlar üçün dəlil deyil. Çünki bu ayənin nazil olma səbəbinə baxsaq görərək ki, münafiqlər haqqında nazil olub nə vaxt? Peyğəmbər sallallahu aleyhi və səlləm sağ olanda. Peyğəmbər sallallahu aleyhi və səlləm sağ olanda. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra səhabələr Peyğəmbərin sağlığında edildiyi kimi belə etmədilər artıq. Qəbrinin yanına gəlib bağışlanmaları üçün ondan nəsə tələb etmədilər. Ona görə fikir versək, Ömər radiyallahu anhu, Ömər Xattab radiyallahu anhu xilafəti dövründə quraqlıq zamanı yağış duası etmək üçün, təvəssül etmək üçün kimi axtardı? Peyğəmbər sallallahu aleyhi və səlləmə ən yaxın olan adamı Abbas radiyallahu anhunu axtardı və gətirdi və sonra dua etdi. Dedi ki, Allahım, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında onun vasitəsilə sənə yaxınlaşırdıq. Yəni, o dua edirdi, sən yağış verirdin, indi isə sənə onun əmisi ilə yaxınlaşırıq, yəni təvəssül edirik. Sonra deyir ki, ey Abbas, dur, dua et. Göstərir ki, əgər Peyğəmbər s.ə.v-lə icazəli olsaydı qəbrinə yaxınlaşıb, dua etmək, nəsə istəmək, təvəssül etmək edərdi. Lakin nə axtardı? Peyğəmbərə ən yaxın olan sağ insanı axtardı, hansı ki, onun duası vasitəsilə Allaha yaxınlaşdı. Ona görə fikir verin, bəzi zəvvarlar hansılar ki, ümumən qəbir ziyarətlərinin vaxtı etdikləri səhv əməllərdən biri də qəbrin yanında Allaha yalvarmaları və yaxud da qəbir sahibinin xatirinə Allahdan istəmələri və ya da bəziləri daha dəqiqdaşı birbaşa qəbirdən istəmələridir. Ona görə əgər icazəli olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu işarə edərdi. Əksinə Ayşə radiyallahu anh'ın hədisi işarə edir ki, nə sağlığında, nə öləndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm kiməsə fayda verə bilmir. Ona görə Ayşə radiyallahu anh'ın xəstələndiyi bir ərəfədə başını tutur, deyir ki, va rasə, deyir ki, vay başım, yəni başım ağrır. Deyir ki, sallallahu aleyhi və səlləm ona, əgər mən sağ olsam, sənin üçün bağışlanma diləyərəm. Deyir ki, əgər mən sağ olsam, sənin üçün bağışlanma diləyərəm və sənin üçün dua edərəm. Və Ayşə radiyallahu anhə nə deyir onun cavabında? Deyir ki, sən ölümümü istəyirsən və ya sən öz ölümümü istəyirsən. Göstərir ki, Peyğəmbər s.ə.v onun etdiyi dua əgər öləndən sonra fayda versəydi və ya edəcəyi bağışlanma, istəyəcəyi bağışlanma əgər onun ölümündən sonra fayda versəydi, ona deməzdi ki, mən sağ olsaydım. Deməzdi ki, mən sağ olsam sənin üçün bağışlanma diləyərəm və ya dua edərəm. Göstərir ki, nə edə bilirsə, ölümündən qabaq edə bilir, yəni sağ olarkən dua edib bağışlanma diləyə bilir. Amma qaldı ki, digər iki qəbir, hansı ki Mədinədə və iki qəbirstanlıq, hansı ki Mədinədə ziyarət etməsi icazəli olan Bəqi qəbirstanlığı ilə dedik ki, Uhud şəhidlərinin qəbirstanlığı. Və bu qəbirstanlıqlar da ziyarət etmə səbəbi həm icazəli olanı var, həm qadağan olanı var. İcazəli olanı dedik ki, ən birincisi ahirəti yada salmaq üçün. Ahirəti insan yada salmaq üçün. İkincisi isə qadağan olan qəbir sahibindən istəmək, qəbir sahibinə yaxınlaşmaq üçün və ya onun xətrinə gəlib orada dua etmək, ya Allaha yalvarmaq qəbrin yanından, ya da qəbir sahibinin xətri üçün istəmək. Qaldı ki, qəbirlərin ümumi ziyarət olunma səbəbi Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə görə, əmrinə görədir. Deyib ki, zurul qubur, qəbirləri ziyarət edin və innəhə tuzəkkirul əxirə. Bu sizə axirəti xatırladır. Yəni, insan qəbri ziyarət etməkdə əsas məqsədi nə olmalıdır?
ahirəti yada salmaq üçündür. Ona görə gəlib şəriətdə ki, qəbrin yanında uzun-uzadı dayanmaq ehtiyac yoxdur və ziyarəti uzarmağa ehtiyac yoxdur. Çünki nəinki Peyğəmbər s.ə.v heç bir qəbir üçün xüsusi olaraq belə bir şey gəlməyib ki, hansısa qəbrin yanında uzun-uzadı dayanmaq lazımdır. Qəbirlər ziyarət olunur, ahirət yada salınsın deyə. Qəbirlər ziyarət olunur, qəbir sahibi üçün dua edilsin deyə. Ona görə fikir versək şəriətdə icazə verilən qəbir ziyarətinə görərik ki, onun faydası həm qəbri ziyarət edənə qayıdır, həm ziyarət olmağa qayıdır. Həm ziyarət edən üçün orada fayda var, həm ziyarət olunan üçün orada fayda var. Ziyarət edən üçün 3 fayda var. Ən birincisi, ziyarət edən üçün olan faydalardan ölümü xatırlayır. Yəni, ahirəti xatırlayır. Bilir ki, öləcək nə varsa. Onun üçün hazırlaşır ölümə, salih əməl etməklə. Peyğəmbər s.ə.v çünki belə buyurub, qəbirləri ziyarət edin, o sizə ahirəti yada salır. Bu birinci faydadır. İkinci fayda nədir? Qəbri ziyarət edən öz feyli ilə nəyi tətbiq edir? Sünnəni tətbiq edir. Ona görə də savab alır, bəli alır. Onun üçün faydadır. Bəli, faydadır. Çünki Peyğəmbər s.ə.v-in sünnəsindəndir qəbirləri ziyarət etmək. Həmçinin üçüncü fayda nədir? Ölən üçün yaxşılıq edir. Onun üçün dua etməklə ölən üçün yaxşılıq edir. Və ölənə yaxşılıq etməsinə görə də savab alır. Yəni, onun üçün dua etdiyi üçün savab alır, alır. Bu da onun üçün faydadır. Bəli, faydadır. Ona görə də yəni, sağ insanın ölən üçün dua etməsi fayda verir həm özünə, həm ölənə. Ona görə fikir versək, Peyğəmbər s.ə.v deyəndə ki, insan öləndə bütün əməlləri dayanır, 3 şeydən başqa. Sonuncusu nədir? Salih övlad hansı ki, valideyni üçün və atası üçün dua edir. Yəni, insan əgər övladı varsa, dua edirsə, fayda görür ondan. Və övlad da fayda görür, savab alır, atası üçün dua etdiyi üçün və ya anası üçün dua etdiyi üçün. Ona görə bəzi alimlər deyir ki, əslində bu hədis çağırışdır atalara. Allah Teala səslənir atalara ki, əgər istəyirsiniz öləndən sonra faydalansınız övladlarınızdan, salih böyüdün onları. Və çağırışdır övladlara ki, əgər istəyirsiniz valideynimiz vəfat edəndən sonra onlara nəsə fayda verəsiniz, salih olun. Ki, Allah Teala dualarınızı qəbul etsin. Amma ziyarət olunan meyit, o da faydalanır dedik. Onun üçün dua edənin duasından, onun üçün kimsə bağışlanma istəyirsə, o səbəbdən bağışlana bilər. Günahlarından Allah Teala keçə bilər. Bu da onun üçün faydadır. Və müstəhəbdir qəbirləri ziyarət edəndə, istər Bəqi qəbirstanlığına girdikdə, istər Uğud şəhərlərinin qəbirləri olan yerə yaxınlaşdıqda, qəbirstanlığa girdikdə deyilən dualardan birini deyəsən. Peyğəmbər sallallahu aleyhi və sallam öyrədirdi səhabələrinəcə, Burayd ibn Hüseyn radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və sallam onlara öyrədirdi qəbirstanlığa çıxanda nə deməyə. Deyirdilər ki, Esselamu aleykum əhl-i diyar minəl-müminə vəl-muslimin. Salam olsun sizə ey diyar əhli, hansılar ki, müsəlmanlardan və möminlərdən ibarətdir. Və innə inşallah bikum ləhəkum. Biz də Allahın izni ilə sizə qovuşacağıq. Əsəlullah lənə və ləkumul əfiyyət. Sizin üçün və bizim üçün Allahdan afiyət diləyirik, yəni salamatlıq diləyirik. Və qəbirləri ziyarət müstəhəbdir kişilər üçün. Qəbirləri ziyarət müstəhəbdir kişilər üçün. İxtilafdır qadınların qəbirləri ziyarət etməyi. Bəzi alimlər icazə verib, bəzi alimlər qadağan edib. Və qadağan edən alimlər gətiriblər bu haqda gələn bəzi hədisləri Lə'nəllah zəvvaratul qubur. Allah Teala qəbirləri ziyarət edən qadınlara lənət edib. Və icazə verənlər deyiblər ki, burada zəvvarat sözü, yəni çox ziyarət edən qadınlar lənətlənir. Heç də ziyarəti qadağan etməyib. Lakin qadağan edənlər deyiblər ki, yəni əslində qadağa ziyarətədir. Yəni zəvvarat nisbətdir ziyarətə. Ne üçün? Qadınların qəbirləri ziyarət edib etməməsində ixtilaf var. Deyiblər ki, çünki qadın zəifdir. Çox ağlayır, çox vahşivən qoparır, səbirsizlik edir. Ona görə bəyənməyiblər
hətta icazə verənlər qadınların qəbirləri çox ziyarət etməsin. Deyirlər ki, ziyarət edəcəksə, az olmaqla ziyarət edə bilər. Yəni, damiyyətli və çox ziyarət edə bilməz. Ona görə çəkinməlidir qadın qəbristanlığa çox getməkdən ki, bu lənətin hökmünə düşməsin. Amma o ki, qaldı bidət olan ziyarət, hansı ki, qadağadır, vurğuladır. Dedi ki, yəni, qəbrin yanına gəlib, qəbrin yanında Allahdan nəsə istəmək və ya qəbirdə olanın xatirinə Allahdan nəsə istəmək və yaxud da daha da pis, qəbir sahibindən nəsə istəmək. Ona görə də qəbir, bidət olan qəbir ziyarəti heç də eyni deyil. Heç də eyni deyil. Ondan bəzisi bidətdir, bəzisi şirkdir. Ona görə də bu qadağan olunmuş ziyarətdən nə ziyarət edən fayda tapır, nə qəbirdə olan fayda tapır. Əksinə, zərərdir ziyarət edənə, çünki bidət edir. Və bidət etdiyi üçün də günah qazanır. Və zərərdir qəbirdə olan üçün, çünki heç bir şey əldə etmir. Yəni, özü əslində möhtacdır. Kimsə onun üçün dua etsin, kimsə onun üçün bağışlanma diləsin. Ona görə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə ziyarəti qadağan edib. Deyib ki, zurul qubur və lə təqulu hucra. Qəbirləri ziyarət edin və qadağan olunmuş sözlər deməyin. Qadağan olunmuş sözlər hansı ki, İslamda gələn icazəli qəbir ziyarətlərinə müxalif əməllər və sözlər hamısı bura aiddir. Və qaldı ki, Bəqi qəbirstanlığına ziyarət edəndə dedi ki, ümumən qəbirstanlığa girərkən edilən dua edilir. Sonra orada olanlar üçün Allahdan bağışlanma dilənir. Və orada çox insanların qəbri var, xüsusən də Peyğəmbər s.ə.v-in əksər səhabələrinin, müminlərin, analarının qəbirləri var. Allahdan onlar üçün bağışlanma diləyirsən. İstəyə bilərsən ki, Allah Taala onlara rəhm etsin, bağışlasın. İstəyə bilərsən ki, Allah Taala səni də onlarla həşr etsin, onların olduğu hala düşdükdən sonra, yəni vəfat etdikdən sonra və qiyamət günü qalxdıqda onların zümrəsində olasan. Bu cür dua edə bilərsən. Amma qaldı ki, Uhud qəbirstanlığı, ümumən Peyğəmbər sallallahu aleyhi və səlləm Uhuda tez-tez gedirdi. Uhudda məğlub olandan sonra və 70-dən çox səhabəni orada dəfn edəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Uhuda tez-tez gedirdi. Və gəlib bəzi rəvayətlərdə ki, deyirdi ki, Uhud dağı bizi sevir, biz də onu sevirik. Və gəlib ki, üzərində olanda titriyib dağ, ayağı ilə vurub dağa və deyib ki, sakitləş üzərində Peyğəmbər, Siddiq və 2 şəhid var. Yəni, Əbu Bakır, Osman, Ömər var. Və həmsinin bəzən arzuluyurdu ki, Uhudda kaş ki, ölərdi, öz səhabələrinə qovuşardı. Çünki orada ölən səhabələrin çoxu Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olmaqları ilə yanaşı böyük səhabələr idi. Həmisi Həmzə kimi, beləcə də Musab ibn Ömer kimi və digər səhabələr, hansılar ki, İslamda böyük rol olub, həmçinin Cəbir ibn Əbdilləhinin atası Abdullah ibn Haram kimi, hansı ki, Allah Taala Abdullah ibn Haram öləndən sonra danışıb o ilə qəbrində. Cəbir ibn Əbdillah radiyallahu anh deyir ki, qəmgin oturmuşdum, atam ölmüşdü, 9 qız uşağı qoymuşdu üzərimə. Yəni, öləndən sonra bacıları buna qalmışdı, onlara baxmaq və çoxlu borc qoymuşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm daxil edilməni qəmgin görüb, dedi ki, qəmgin olma səbəbi nədir? Niyə kədərlisən? Dedim ki, atam ölüb, çoxlu borc qoyub üzərimə və 9 da bacını qoyub. Dedi ki, kədərlənmə, Allah atamla açıq aydın danışıb icabsız. Yəni, arada heç bir mani olmadan dirildim onu ilə danışıb. Deyir ki, Cəbir radiyallahu anh, soruşdum ki, nə deyib? Deyib ki, Allah Taala dedi ki, ona, istə məndən nə istəyirsən? O da deyib ki, qaytar məni yer üzünə, yenidən vuruşum. Allah Taala da deyib ki, ona, mən əzəldən yazmışam ki, sizdən kim ölərsə, bir daha ora qaytarmayacam. Sonra deyir ki, Cəbir radiyallahu anh, sonra Peyğəmbər s.ə.v bizim xurmalar olan bir ambarın içinə daxil oldu və oturdu xurmaların üzərindədir. Və sonra dedi ki, borc sahiblərini çağır. Və borc sahibləri gəldikcə o xurmadan onlara atamın borcundan qaytardı. Belə ki, bütün borclar bitdi. Orada olan xurma necə var elə qalmışdı. Yəni, heç bir şey dəyişməmişdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Uhudu ziyarət edir. Və orada olan səhabələri
ziyarət edir. Ona görə sünnədə gəlib ki, insan gedər sonra ziyarət etsin, orada olan səhabələrin qəbrində, eyni ilə digər qəbristanlıqlarda olduğu kimi daxil olur da, qəbr əhli üçün salam deyir və sonra onlar üçün bağışlanma diləyir, Allahdan istiğfar istəyir onlar üçün və xeyir istəyir, həm onlar üçün və istəyə bilər ki, yenə dediyimiz kimi, qiyamət günü onların toplumunda, onların zümrəsində həşr olsun. Bu, Mədinə ziyarətləri ilə bağlı olan bəzi məsələlər idi, hansı ki, çalışdıq ki, çatdıraq sizə bu qısa müddətdə. Allah da bizə eşitdiyi faydalardan etsin. Allah da həccimizi qəbul olan həcclərdən etsin. Amin. Müvəffəq etsin bizə Mədinəni ziyarət etməyi və sağ-salamat evinizə qayıtmağı. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəgir-i muslimin min kulli zəm fəstəğfiruhu innehu huvəl-ğafurur-rahim.